Yaxşı, deməli, Ethernet-in ilkin versiyasında iki növ koaksial kabelin tətbiqi nəzərdə tutulmuşdu. Qalın 10, incə 10 base 2 standartı. Burada 5 ilə 2 kabelin diametrini bildirir. 10 isə sürəti bildirir. Bəli. Tam açıqlaması ilə yazmasa da, bəli, qalın incə dediyi burada diametr olaraq 5 və 2-dir. Bu ona başqa şey qalmır da, yəni sürət ola bilər. Çünki aşağıda da deyir ki, artıq tutaq ki, bu 10 megabit idisə, artıq nədən istifadə olundu? Fiber optik, yəni optik lifli kabeldən istifadə olunduqdan sonra 100 megabitə qədər getdi. Artıq bu 100 megabit başqa, artıq daha çox inkişaf etdikdən sonra 10 gigabit. Bu şəkildə. Bəli, sürətdir. Qalın incə diametr məsələsi isə bu buradakı 5-dən 2-dir. 10 base 5, 10 base 2 şəkildə. Nəzəriyyə kitabında da tam aydın yazmasa da, yəni bu şəkildə açıqlama verməsə də, qalın incə ifadəsi orada da işlənib. Amma orada da sürət haqqında heç nə demir. Qalın incə orada da var. Yaxşı. Davam edək qaldığımız yerdən. İndi müəllim o qalın incə oradakı 5 ilə 2-yə görə təyin elədik də, hə? 5 ilə 2-dir, bəli. Başqa cür götürə Onlar bilmərik həm də də burada. diametrdir. Biz burada onu qalın, onu incə götürə bilmərik ki. Məcbur nəyi götürməliyik? Aha. 5 ilə 2-ni. Onda indi sürət oldu. 10 sürət oldu. Onda sürətdir də, yəni o da hardan belə nəticə? Başqa heç bir yerdə verməyib bunu. O da bura nəzərən deyə bilərik də. Bax burada deyir 100 megabitə qədər 10 uymuş ki, inkişaf etdikdən sonra 100 megabit, daha da çox inkişaf etdikdən sonra artıq olub 10 gigabit. Yəni taş 10 gigabit 100 megabitdən təbii ki, dəfələrlə çoxdur. Yəni daha da çox inkişaf etdikdən sonra 10 gigabit dediyinə görə buradakı 10-u biz megabit götürə bilərik. Megabit də sürətdir. Sürət ölçdüyünə görə yəni tam dəqiq də olmasa belə nəticəyə gəlmək olar ki, orada sürəti bildirir. Bəli. Bu belə. Yaxşı, qaldığımız yerdən davam eləyək. Müəllim, Wi-Fi sözün mənası internetdəyik. Wi-Fi wireless fidelity-dir. Simsiz, wireless naqilsiz deməkdir. Fidelity də əl yetərlilik deməkdir. Yəni naqilsiz qoşulma, əl yetərlilik, internetə qoşulma, yəni bu mənadadır. İnternet deyə bilmərik, xeyr. Yəni Wi-Fi ümumiyyətlə texnologiyadır. İnternetə qoşulmanı təmin eləyən, daha doğrusu internetə naqilsiz şəkildə, simsiz şəkildə qoşulmanı təmin edən texnologiyadır. İnternet deyil. Yaxşı, görürəm, sual yoxdur. 80 var müəllim. 80, 81, 82. 100 metr məsafədə yerləşən kompüterlərin əlaqələndirilməsi. Bu 100 metr wireless local area network Wi-Fi olacaq burada. Yəni da bu cür evlərdə istifadə olunan Wi-Fi-lar da 100-150 metr məsafəni əhatə edir. Wi-Fi-nin alternativini demişdik, WiMAX, bu da 25-80 kilometri əhatə edir. İstifadəçilər telefonları vasitəsilə qısa məsafə
Near Field Communication'dır. Bu gün telefonlarda, bəzi telefonlarda var, bəzilərində yoxdur. Bu deyirlər. Məsələn, falan telefonun NFC-si var. Bu nədir? Bax, budur. Near Field Communication. Təmassız ödəmələrdə falan ən çox istifadə olunur bundan. Yəni, belə deyək də, 4-5 santimdən tutmaqla, əgər bu texnologiya cihazda varsa, toş telefonda varsa, 4-5 santimetr məsafədə bundan istifadə edib, deyək ki, təmassız ödəməni və yaxud da digər əməliyyatı yerinə yetirə bilirik. Aşağı xərcli, aşağı güc istehlakı. Aşağı güc istehlakı, yəni enerjidən az istifadə eləsin, xərci də az olsun. Kabelsiz hörgü şəbəkə standartı. Wi-Fi deyil, WiMAX deyil, GPRS deyil. Bu GPRS bu arada uşaqlar telefonumuzda istifadə etdiyimiz internetdir. Nömrənin internetin ciciliyi, nömrə məsələn Azercell, nə bilim Nextel, Baxcell, nədənsə internetdən istifadə edirik. Bu GPRS-dir. Bu Zigbee bilmirsiniz nədir? Zigbee də naqilsiz qoşulmada simsiz qoşulma texnologiyasıdır. Bu sizin çərçivədə yoxdur. Yəni digər texnologiyalar kimi yadınızda saxlayın ki, yəni naqilsiz şəkildə qoşulmanı təmin eləyir. WiMAX-ın funksiyası tamam başqadır. Bayaq haqqında danışdıq ki, Wi-Fi-in alternatividir. 25-80 kilometr məsafəni əhatə edir. Wi-Fi aydındır. Wireless Local Area Network. Bu nədir? VLAN. Belə deyək də, LAN demişdik ki, Local Area Network-dür, lokal şəbəkədir. Bu da simsiz lokal şəbəkədir. Yəni çox kiçik, çox az bir ərazini əhatə edir. Ona görə aşağı xərcdən, aşağı enerjidən istifadə edilir burada. Burada da VLAN olacaq. Wireless Local Area Network. Yəni simsiz lokal şəbəkə. Bu belə. Müəllim, əgər səhv yoxlamamışamsa 80-də D variantı çıxıbdır. Arkada 80'de D Evet. variantı. Demək, aşağı güc istehlakı istifadə edəcəksə, bu niyə VLAN olsun ki? 100 metr. Buna dedik, kiçik əraziyə əhatə edir da. Bu Wi-Fi də 100-150 metrdir da. Yəni, biraz belə qalır da adam. Yəni, bu da olar, bu da olar. Elə də önəmli bir şey deyil. Onsuz da bunların tam konkret, yəni belə deyil. Bir yerdə 100 yazılır, bir yerdə 150 yazılır. Hətta ondan daha yaxşı texnologiya 200 metr məsafəni çəkər. Önəmli bir şey deyil, yəni bu. Bu da olar, bu da olar. İkisi də. Başqa harda çətinliyiniz var? Başqa suallara ehtiyacınız varmı? O biraz yəni sorğulanmalıdır. Ümumiyyətlə, uşaqlar, nəzəriyyə kitabınızda güvəni siz elə bir alışdırma üçün işlədirəm, sizə işləyirsiniz. Nəzəriyyə kitabında olmayan şeylərə çox əhəmiyyət verməyin. Sizin nəzəriyyə kitabınızda olmayan suallara güvəndə rastlaşırsanız, çox əhəmiyyət verməyin. Yəni, biz güvəni işləməyiz o demək deyil ki, qəbula güvəndən düşəcək. İnformatikada qəbula güvəndən sual düşmür. Onlar, yəni, boş fikirlərdir. Güvəndən sual düşür falan. İnformatikada elə şey yoxdur. Burada çərçivədən kənar bəzi suallar var. Bu 74-ü paketlər şəklində. Bu GPRS-dir. Onun haqqında dedik. USB texnologiyası, wireless USB. Budur. Kitabınızda olmayan. İnfraqırmızı, infrared. Budur, infrared. Bu da, bu infrareddir, İRDA. Uşaqlar, bir də Zigbee. Bu arada Zigbee deyil. Zigbee'dir. Bu şəkildə Zigbee. Bunlar da naqilsiz texnologiyalardır.
Burada infraqırmızı şüalardan istifadə olunur. İyi də. Əlavə məlumat üçün yadınızda saxlaya bilərsiniz. Sonra digər şeylərdə gördüyüm qədərilə var. Nəzəriyyə kitabınızda var. Yaxşı. Yəni sizin sualınız yoxdursa mən sual verə bilərəm. Sabir 70-ci suala cavab ver. Sabir Kimə dediniz edirsən müəllim? mən? Sabir. Bəli, bəli. 70-də Bluetooth texnologiyasının ötürmə məsafəsi nə qədər deyildi? Bu 10 metr idi. Deməndi. Siz kameralarınızı açın görüm hələ. Bir kitaba baxırsınız, cavaba baxırsınız. Mən sizə Sabir demişsə demişdim ki, kameralarınızı açın da. Sizə mən dəfələrlə xəbərdarlıq eləmişəm. Demişəm ki, qoşulmaq istəmirsiniz, qoşulmayın. Nə deyə bu? Bizdə hava çox pisdir. Dəyişik külək var. Ona görə asılmıram ki, internet zəifdir. Gülçin 69. 69-da. Yəni, ad hoc texnologiyasında işləyən texnologiya hansıdır? Bluetooth yazmışam. Bluetooth bayaq haqqında danışdıq elə. Bayaq deyildi Bəli. Piconet, Pico şəbəkə. Apartası. Bəli. Səkin 68. Devmək təsir məsafəsinə qədərdir. O da 25-80. 25-80 nə? Kilometr. Elza 67. Deyir ki, light fidelity texnologiyasında siqnalları daşımaq üçün nədən istifadə olunur? Orada light adından da məlum olduğu kimi yüksək parlaqlıqlı işıq diodundan, LED, Y variantı. Diod dediyimiz şüadır da. Şüa. Bəli. Orada demişdik ki, biz radio tezliklərdən istifadə eləmirik, həmin şeylərdən. Nə deyil? Yüksək parlaqlı işıqlardan istifadə edirik. Radio siqnalların əvəzinə, bəli. İşıq şüasından istifadə edirik. Mikail, bu ad hoc-la infrastrukturun fərqi nədir ki? Nə mənim? Deyirəm ki, ad hoc-la infrastrukturun fərqi nədir? Ad hoc-da, yəni heç bir qurğu olmur, onlar əlaqələndir. Amma infrastrukturda hubdan falan istifadə edirik də, yəni bir qurğu olur orada. Erişim nöqtəsi qurğusundan. Yəni.
Nərgiz, Wi-Fi adapter nədir ki? Wi-Fi adaptör yəni ki, necə izah edeyim? Necə başa Yəni düşürsən elə izah elə. Wi-Fi adaptör məsələn də interneti qoşmaq üçün istifadə edirik də. Məsələn, ağlıma gəlmiş anda necə izah edəcəm? Deyər, Filiz, Deyim. Filiz desin. Naqilsiz, simsiz olan şəbəkələrə qoşulmaq üçün internet orada, yəni simsiz internet Wi-Fi-dan. Beyza, de görüm. Mən tam dəqiq bilmirəm. Ümumiyyətlə, kim deyər tam aydın? Deyim mən. De. İnformasiya paketində yalnız nəzərdə tutulanları ötürən vasitə idi. Switch, Wi-Fi adapter. Mikail, sən nə deyə bilərsən? Yəni mən də tərif olaraq bilirəm elə sınav birində deyir ki, izahını deyə bilərəm. Tərif olaraq de görüm. İnformasiyanı yalnız nəzərdə tutulan kompüterə ötürür də. Wi-Fi adapterin funksiyası o deyil. O switch'in funksiyasıdır. Müəllim, simsiz şəbəkəyə qoşulmağı təmin edən qurğudur. Hər hansısa bir qurğunu simsiz şəbəkəyə yox, simsiz şəkildə şəbəkəyə qoşmaq üçün lazım olan qurğudur. Məsələn, tutaq ki, əlimizdə bir qurğu var. Onu biz simsiz şəkildə, yəni onunla biz Wi-Fi-yə bağlana bilmirik. Yəni bunun bu funksiyası yoxdur. Tutaq ki, əlimizdə bir mobil telefon var, smartfon var. Onun Wi-Fi yoxdur, belə deyək. Onu Wi-Fi-yə qoşmaq üçün, yəni naqilsiz şəkildə qoşmaq üçün həmin o Wi-Fi adapterdən istifadə olunur. Flash kartı oxşuyur. Flash kart dediyim o flash diski oxşuyur da. Bir belə qurğu var ya, yaddaş qurğusu. Onu qoşuruq qurğuya və həmin o qurğunu biz simsiz şəkildə, yəni Wi-Fi-yə bağlaya bilirik. Wi-Fi adapterin funksiyası budur. Günel, bax, bu işarə elədiyim hissə nədir? RJ45 başlığıdır mənim. O RJ45 İkinci başlığı işarələdiyiniz Ethernet. nədir? Birincidir. İkinci Birinci işarələdiyim nədir? RJ45 başlığıdır. Ay, sağ ol. İkinci nədir? Ethernet B. adaptörü. Ethernet Ethernet adaptörü. adaptörü. Ethernet adaptörü deyəndə nə başa düşürük? Sarınmış tüklü kabelində Cat5 və yaxud 5-ci kateqoriyalı yox, o RJ45 aid idi. Yox, ümumiyyətlə, yəni kabel buna qoşulur. Bu nədir ki? Bəli. Şəbəkə Dinləmə. kartıdır. Şəbəkə kartı. Bəli. Şəbəkə kartı və yaxud da Ethernet adapter, Ethernet kartı bu şəkildə deyilir. Hı -hı. Burada nə deyir? Burada başqa şey soruşur. Bəli. Elza, bu hansı kabeldir? C işarələdiyim.
Hansı müəllim? Görə bilmirəm. İşarə eləmişəm. Aktiv. Passiv aktivliyin soruşmuram. Deyirəm ki, hansı kabeldir? O cəhətdən bilmirəm. Filiz. Fiberoptik kabel. Fiberoptik kabelin Filiz digər adı nədir? Optik lif. Optik lifli kabeldir. Səkinə, bu B-dəki kabel nə kabeldir? B'dəki o şey koaksial kabel Koaksial. içində. Koaksial kabel. Bəli. Bəli. Gülçin, ulduz topologiyasında mərkəzdə kompüter dayanıbsa, biz bu topologiyanı nə adlandırırıq? Hub yox, məsələn, tutaq ki, Mərkəzi kompüter dayanıb. dayanır. Mərkəzdə Aktiv hub yox, ulduz. Yox. aktiv ulduzdur, bəli. Mikail, birinci suala cavab ver. Şəbəkələrlə bağlı yanlış olan hansıdır? İki və ya daha çox kompüter arasında informasiya mübadiləsi mümkündürsə, bu əlaqə şəbəkə adlandırıla bilər. Doğrudur. Şəbəkəni idarə edən əsas kompüter server adlanır. Bəli. Bir şəbəkədə serverlərin sayı 2 və ya daha çox ola bilər. Mümkündür. Kompüterlərin sayı 100-dən çox olan şəbəkələr qlobal şəbəkə hesab edilir. Mən burada D yazdım. Yəni çünki qlobal şəbəkə dedikdə o nəzərdə tutulmur. İnternetin qlobal şəbəkə olması üçün elə bir şərt yoxdur ki, mütləq kompüterlərin sayı 100-dən çox olmalıdır. Yəni qlobal şəbəkə deyəndə biz ona təkcə kompüterləri qoşmuruq da, digər qurğuları da bu arada qoşa bilərik. Yəni bununla bağlı elə bir məlumat yoxdur. 100-dən çox olur. 99 olsa olmayacaq, yəni. Bəli, burada səhv variant, səhv fikir, yəni daha doğrusu D variantı olacaq. Y variantında da deyək ki, serverə birləşdirilmiş adi kompüterlərə müştəri və ya işçi stansiya deyilir və yaxud da klient deyilir. Bəli, o da doğrudur. Yaxşı. Filiz, ikinci suala cavab ver. Ən böyük qlobal şəbəkə hansıdır? İnternet. Niyə belə çətin sual düşdü ki? Səkinə. Bəli. Bir şirkətin müxtəlif ofislərini birləşdirmək üçün nəzərdə tutulan bu qlobal şəbəkə şirkətin işçiləri ilə yanaşı
Odur ki, internetdə. Bayaq haqqında danışdıq bu. Bir vardı intranet, bir də vardı ekstranet. Məsələn, burada olacaq ekstranet. Net. Şirkətin müxtəlif ofislərini birləşdirmək üçün Sual nəzərdə oxu, Cüneyt. tutulan bu qlobal şəbəkə şirkətin işçiləri ilə yaxşı. Orada ekstranet olmalıydı onsuz da. 5-ci sualda da bütün kompüterlər eyni hüquqlu olur. Burada tay tuşlarda. Peer to peer. Yaxşı, bir dəqiqə onda mən 4-də neynədim ki? Üçün neynədim? Şirkətin müxtəlif ofislərini birləşdirmək üçün nəzərdə tutulan bu qlobal şəbəkə ancaq icazəsi olan intranet, hə? Düz deyirsən sən, deyil mi? Aha. Bu da belə. Yaxşı, davam edək. Davam edək. Elza. Təşkildə hansı şəbəkə topologiyası göstərilmişdir? O da bayaq dedik, orada C variantı, ulduz. Dedik mərkəzə burada məsələn şey qoşulmayıb, kompüter qoşulmayıb. Dedik kompüterdən başqa qrup qoşulsa, bu da passiv ulduz olacaq. Burada kompüter yox, başqa şey qoşulub. Mərkəzdə də həmin ortada olan. Yəni qısaca ulduz. İndi bu aktivdir yoxsa passivdir? Mərkəzə kompüter qoşulmayıb müəllim, başqa qrupu qoşulubdur. Buna görə də bu passiv olur. Bəli. Sabir. Hansı tip kabelli informasiyanın ötürülməsi daha sürətli formada həyata keçirilir? Fiber optik kabellər. C bəndi. Bəli, fiber optik kabel ən sürətlisidir. Nərgiz. LAN hansı tip şəbəkənin qısa şəklində yazılışıdır? Lokal şəbəkənin. Lokal şəbəkəni başqa cür necə adlandırırıq, Nərgiz? LAN. Kim deyər uşaqlar? Mən Deyim. lokal hesablama. Kim deyər? Mən deyim. Gülçində görüm. mən. Yerli. Başqa? Bir, qəbul elədim. Lokal hesablanma şəbəkəsi. Lokal Lokal kompüter kompüter şəbəkəsi. şəbəkəsi. Bəli. Yaxşı, Gülçin 9-a cavab ver. Burada lokal şəbəkələrin işçi stansiyası dedikdə nəzərdə tutulur. Şəbəkəyə qoşulmuş kompüterlər. İşçi stansiyanın digər adları nə idi, Gülçin? Onlar bir dedi. Bayaqlar saydıqlarımızda lokal kompüter şəbəkəsi, yerli şəbəkə, Ya, onu demirəm. sonra İşçi lokal stansiya. hesablanma şəbəkəsi. Serverə qoşulan işçi stansiya. Onu deyirəm, Gülçin. Bu fərqli sualdır. Kim deyər? Deyim mi? Kim demək istəyən? Nərgiz. Evet. De görüm Nərgiz. Bayaq klient dedik, müştəri dedik. Bəli. Burada saat nə oldu ki? Müəllim, tay tuşu da bura aid eləmək olmaz. Bir dəqiqə deyirəm. Bir dəqiqə bunun cavabını tapım. Hə, şəbəkəyə qoşulmuş kompüterlər. Hə, taytuş məsələsi nədir? Elza, bax, taytuşlar şəbəkədə eyni hüquqa malik olan kompüterlərdir. Biz serverlərdə taytuş kimi götürə bilərik də. Serverlərdə öz aralarında taytuşdular.
Serverə qoşulan müştərilər, klientlər isə onlar da öz aralarında taytuşdular. Bunu biz peer-to-peer adlandırırıq taytuşlar. Bir də müştəri qulluqçu dediyimiz də server klient dediyimizdə artıq peer-to-peer getmir də, yəni taytuş getmir. Öz aralarında taytuşdular, amma bir-birindən qoşuldularsa artıq taytuşluq ləğv olur. Belə. Filiz, 10-cu suala cavab ver. Burada deyil nöqtələrin yerinə yazılmalıdır. Bayaq dedik ki, şəbəkə resurslarından istifadə edənlərə klient, yəni birinci klient olacaq. Sonra idarə edən tərəf isə klient serverdən asılı olur da, yəni müştəri qulluqçu, o da server olur. C variantı. Ne? Bu topologiyada kompüterlər mərkəzi qovşaq tərəfindən əlaqələndirilir və hər bir kompüter birbaşa serverə qoşulur. Bu da ulduz barədə olur. Bəli. Mikail. Kompüterin ardıcıl olaraq birləşdirildiyi bu topologiyada hər bir kompüter informasiyanı özündən əvvəlki kompüterdən alır və özündən sonraki kompüterə göndərir. Dairəvi aiddir. Bəli. Birinci kompüterlə sonuncu kompüter də bu arada bir-biri ilə əlaqələndirilir. Sabir. Qlobal şəbəkələrin qısa şəkildə yazılış forması hansı variantda verilmişdir? A variantı var. Wide Area Network. Səkinə. Deyir ki, kompüterlərin internetə qoşmaq üçün aşağıdakı qurğulardan hansı istifadə edilə bilər? Da modem. Kim sual az oxuyub? Mən Oxu. deməli 15-ci sualda deyir ki, lokal şəbəkələrdə kompüterlər hər hansı sxem əsasında birləşdirilir. Bu sxem necə adlanır? O da topologiya, D variantı. Bəli, kompüterlərin birləşmə strukturu sxemi topologiya adlanır. Net. Aşağıda verilənlərdən hansı qlobal şəbəkələrə misaldır? İnternet. Net, Ethernet nədir? Ethernet şəbəkə arxitekturası. Şəbəkə arxitekturası deyəndə nə nəzərdə tuturuq? Yəni ümumi olaraq bir topologiya. Topologiya və standartlar. Topologiya, standartlar, protokollar bu arada. Bunların hamısı bir yerdə arxitektura adlanır. Əslində topologiya qurulma sxemidir, amma əsas olaraq biz topologiyanın protokollarla standartları götürürük. Deməli. Nərdis? Şəbəkələrin işləməsi zamanı məlumatları şəbəkə istifadəçilərə təqdim edən şəbəkənin idarə olunması həyata keçirən kompüter server adlanır. Gülçin. Şəbəkədəki istifadəçilər tərəfindən ortaq istifadə edilən periferiya qurğular, proqramlar, fayllar ümumi olaraq necə adlanır? Resurslar.